Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. 2 sotda 90 kvadrat metrlik belə bir 3 otaqlı həyət ev çəkib təqdim edirəm. Ünvan haradır? Masazırda Cantəpə ərazisi. Cantəpə ərazisi Masazırın şəhərə ən yaxın olan hissəsidir. Evin bütün tərəflərini hərəkət eləmək mümkündür. Bir mərtəbəsi yerin altındadır. Baxın, bu evin sağına, arxasına keçid etmək mümkündür. Həyətyanı sahə, hörmətli izləyicilər, bu qaydadadır. Baxın, bu hissədə, sırf bu hissədə 3 maşın daxil ola bilər, trap döşənilib. Çox hündür, yüksək bir ərazidir, hörmətli izləyicilər. Sadəcə, belə deyildi, əraziyə bu qədər yeri qaldırma mümkün olmadığına görə bu qaydada saxlanılıb. Zirzəmisi bu qaydadadır. Gəlim zirzəm sahəsində sizə göstərim. Daş tikilidir. Qoşa daş. Görürsünüz, atmalar bir daşdan bir atılıb. Sanuzeldir, betonlanıb bu hissələr. Bu rahatlıqla bütün otaqlara keçid eləmək mümkündür, hörmətli izləyicilər. Çox da əla qiymətdən təklif olunur. Dövlət ipotekasına yararlı evdir. Ev və torpaq Qubçalıdır. Gəlin evin daxilindən tanış edeyim sizi. Satışdakı ən gözəl 3 otaqlı evlərdən biridir. 73 min manatdan təklif olunur. Və alıcılara indirim olunacaq. Buraya evin mətbəx sahəsində mebellər arası döşənir. Mətbəxin ölçüsü adısı 3-cü ölçülərindədir. 9 kvadrat metr. Daha sonra davam etdikdə burası sanuzelli isti döşəmədir. Cantəpə ərazisi Xırdalan dairəsinə yaxın bir ərazidir. Şəhər istiqamətindən gələndə Xırdalan dairəsinin üzü Binəqədi tərəfə keçəndə Respublika qazisini keçdikdən sonra sol tərəf Cantəpə ərazisidir. Burada hardasa 4-ün 5-i 20 kvadrat metrli bir ailə üçün nəzərdə tutulmuş yataq otağı var. Burası evin zal hissəsidir. Spotlar gizli işıqlardan istifadə olunub. Televizyonun xətti çəkilib. Start qiyməti 73 min manatda alıcılara indirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.